Kompleks ədədə baxaq bir dənə. Bu sual imtahana çox düşür. Həddindən artıq çox düşür. Artıq neçə ildir demək olar ki, bu tip bir sual salırlar. Kompleks ədədi sadələşdiriblər artıq. Yəni əvvəlki kimi çətin düşmür, amma yəni bu tip sualları daha çox salırlar. Çünki bunlar biraz da müxtəsər vurma düsturanı xatırladır bizə. Biz bunu deməli z kvadrat üstə gəl 4-ü belə yazırıq. Z kvadratı minus 4i-nin kvadratı şəklində yazırıq. Yəni bilirik ki, i kvadratı mənfi 1-dir. Bu qaydadan istifadə edirik. Z minus 2 qalsın burada. Üstə gəl. Burada ilə eyni ilə, yəni z kvadratı. Artıq bu misallara baxan kimi bizə tanış gəlməlidir ki, mən bunu belə yazmalıyam. Çünki həqiqətən topluluqda da çox var. Bunlardan çox istifadə edirik. Deməli, yuxarını z minus 2i, z plus 2 yazaram. Aşağıda da z minus 2 var. Sonra üstə gəl. Buranı z minus 4i vurulsun. Z plus 4i yazaram. Aşağıda da yenə z minus 4i var. Deməli, ixtisarlarımı gəlin aparım. Z minus 2 ilər gedir. Burada da z minus 4 ilər gedir. Nə qalır? Z plus 2i üstə gələk. Z plus 4i qalır. Bərabərdir. 24 üstə gəl 16i. Z-ləri yığıram bir tərəfə. Digərlərini keçirirəm sağ tərəfə. Olur deməli 24 üstə gələk. 2-dən 2 6, 16-dan 6 çıx 10i eləsin. Hər tərəfi 2-yə böl, çünki mənə z lazımdır. 12 üstə gəl 5i. Məndən nə istəyir? Həqiqi hissəni istəyir. Həqiqi hissə təbii ki 12-dir. Əgər xəyali hissəni istəsəydi 5-i götürmüş olardım.